VUF-13-də günün ikinci yarısı artıq başlayıb və forumda müzakirələr sürətlə davam edir. Bu saata qədər hansı əsas mesajlar verilib, hansı tədbirlər diqqət çəkib, ən son vəziyyətlə bağlı indi media mərkəzinə bağlanırıq. Əməkdaşımız Rahim Əkramoğlu bizimlədir. Buyur Rahim, eşidirik səni. Salam Songül, hər vaxtınız xeyir olsun. Bakıdan Naxçıvana, Naxçıvan televiziyasının izləyicilərinə salamlarımızı çatdırırıq və VUF-13 tədbirinin 5-ci günündə baş verən ən son yeniliklərlə bağlı informasiyaları sizlə bölüşmək üçün canlı efirdəyik və VUF-13-ün forumu bu gündə müxtəlif panel və müzakirələrlə yadda qalıb. Bir sıra tədbirlərlə bağlı sizə informasiyaları çatdırmaq istəyirəm. Bugün keçirilən əsas sessiyalardan biri mənzil məsələlərinə həsr olunub və çıxış edən beynəlxalq ekspertlər bildiriblər ki, dünyada evlərin qiyməti sürətlə artır və insanlar üçün mənzil tapmaq ümumiyyətlə çətinləşir və rəsmilər bildirirlər ki, şəhərlərdə yaşayışın daha rahat olması üçün yeni maliyyə və tikinti modellərinə ehtiyac var. Bundan başqa Qarabağ modeli də təqdim olunur xarici qonaqlara və Ağdam, Füzuli və digər bölgələrdə həyata keçirilən ağıllı şəhər və yaşıl enerji layihələri xüsusilə xaricilərin diqqətini çəkir və ümumiyyətlə bugün həm də ən əhəmiyyətli tədbirlərdən biri də Bakının 2040-cı il baş planı ilə bağlı keçirilən tədbir idi. Burada da həmkarlarımız iştirak etdi və bundan öncəki efirdə məlumatları sizə çatdırdı, amma qısaca bu məsələ ilə bağlı öz şərhimi bildirmək istəyərdim. Təbii ki, Bakı şəhəri xüsusilə müəyyən problemlərlə, xüsusilə də tıxac problemi və sıxlıqla bağlı son dövrlər ümumiyyətlə müzakirə mövzusudur və təbii ki, baş planda da bir sıra tədbirlər həyata keçirilib ki, ümumiyyətlə şəhərsalma planında bu məsələlərin də həlli ilə bağlı məsələlər müzakirə olunur. Ümumiyyətlə ictimai nəqliyyatın inkişafı, yeni yaşıl zonaların yaradılması məsələləri ön plana çıxır. Forum iştirakçıları ümumiyyətlə şəhərlərin daha ekoloji və təhlükəsiz, eləcə də insan yönümlü olması məsələsini ön plana çıxarırlar. Müxtəlif mövzularda panel müzakirələr keçirilir və biz də həmkarlarımız müxtəlif gün ərzində demək olar ki, onlarla yüzlərlə tədbirlər, müzakirələr baş tutur ki, hər birimiz müxtəlif tədbirlərdə iştirak edərək sizlər üçün informasiyalar toplayırıq. Eyni zamanda qeyri-hökumət təşkilatlarının da tədbirləri, forumları, müzakirələri həyata keçirilir. Xüsusilə şəhər salımada uşaqların və qadınların rolu da ön plana çəkilir. Ancaq maraqlıdır ki, urbanizasiya, şəhər salma, qadınların və uşaqların bu prosesdə rolu. Bu məsələ ilə bağlı isə bizə Kəmalə xanım Aşırova məlumatları verəcək. Qeyri-hökumət təşkilatının nümayəndəsidir. Xahiş eləyəcək ki, o bizlə ümumiyyətlə keçirilən panel müzakirələrdə, sessiyalarda hansı məsələlər müzakirə olunub və forum nə ilə yadda qalıb, o barədə bizə məlumatlar versin. Kəmalə xanım, buyurun, efirdəsiniz. Təşəkkür edirəm. Böyük məmnuniyyətlə bu qlobal səviyyədə ölkəmizdə keçirilən forumda, bu sessiyalarda Azərbaycan nümayəndəsi olaraq, həmçində xüsusilə vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq biz də yaxından iştirak edirik. Qeyd edim ki, bizim xüsusilə bu deməli foruma həsr edilmiş xüsusi ayrıca bir layihə həyata keçirdik. Bu layihə qeyri-hökumət təşkilatlarına Dövlət Dəstək Agentliyi tərəfindən maliyyələşdirilmiş və iki ölkə arasında Azərbaycan və Qazaxstan vətəndaş cəmiyyəti nümayəndələri ilə birgə həyata keçirildi. Əsas mövzu təbii ki, şəhərsalma deməli inkişafında və planlaşdırılmasında qadınların və uşaqların təhlükəsizliyi mövzusuna həsr edilmişdir. Bu baxımdan ki, biz hər zaman uşaqların, qadınların, belə deyək, böyük, belə deyək, səviyyəli tədbirlərdə və ümumiyyətcə şəhərsalma inkişafında iştirakçılığı hansı dərəcədə ümumiyyətcə müşahidə edirik, hansı dərəcədədir. Digər tərəfdən bir məsələlər var ki, biz adətən təhlükəsizliyi gecə saatlarında hərəkət etmək, küçələrimizdə işıqlandırılma, məktəbdən uşaqların evdən məktəbə və geri yenə də qayıdışı və s. Fiziki təhlükəsizliyi biz önə çəkirik və onu daha çox anlayırıq. Amma bunun görünməyən tərəfləri də ondan ibarətdir ki, uşaqların doğrudan da və qadınların inkişafında onlar özlərini rahat hiss edirmi? İnklüzivlik nə dərəcədədir və hansı çətinliklərimiz var və bu panel sessiyalarda müxtəlif spikerlər çıxış elədi. Həm digər ölkələrin beynəlxalq səviyyədə hansı təcrübələr var, onlar dinlənildi və
əsasən diqqəti ona çatdırdıq ki, əgər uşaq və qadınlar, xüsusilə əhalinin və cəmiyyətin həssas təbəqəsi olan qadınlar və uşaqlar təhlükəsizdirsə, deməli o həmin şəhər hər bir insan üçün təhlükəsizdir. Təşəkkür edirik Kəmalə xanım. Xatırladaq ki, bizlə birbaşa bağlantıda QHT rəsmisi Kəmalə Aşımova idi və o bizə keçirilən panel müzakirələrlə, hansı ki, şəhərsalmada qadınların və uşaqların rolu mövzusunda keçirilən panel müzakirələrlə bağlı informasiyaları çatdırdı. Bəli, bir daha xatırladaq ki, VUF 13 tədbiri çərçivəsində müxtəlif ölkələrdə, müxtəlif mövzularda ekspertlər iştirak edirlər və fikir mübadilələri aparılır. Azərbaycanın təcrübəsi xarici ölkələrə, bir sıra xarici ölkələrin inkişaf etmiş təcrübələri isə Azərbaycan üçün xüsusilə əhəmiyyətli rol oynayır və gözlənti ondan ibarətdir ki, artıq sabah da tədbir davam edir və növbəti mərhələlərdə artıq qabardılan problemlərlə aparılan fikir mübadilələrindən bir nəticə əldə etməklə ümumilikdə insanyönümlü şəhər və belə deyək ki, inkişaf prosesləri nəzərdə tutulur ki, yəqin ki, bu məsələlərlə də bağlı növbəti vaxtlarda artıq bir sıra irəliləyişlər əldə olunacaq. Biz hələ ki, buradayıq və aparılan müzakirələrlə bağlı, keçirilən tədbirlərlə, dinləmələrlə bağlı ən son informasiyaları ekranlara gətirməyə çalışacağıq. Hələlik bizdən bu qədər, söz studiyadadır.